Zeys Optika izləyicilərini salamlayıram və bu günləri sizə presbiyopiya haqqında məlumat vermək istəyirəm. Presbiyopiya sözü Yunan mənşəli söz olub, yaşlı insan deməkdir. Bu da xəstəliyin məhz yaşlı şəxslərdə müşahidə olunması ilə əlaqədardır. Presbiyopiyanın yaranma səbəbi billurun elastikliyinin zəifləməsi və billurun yığılmasında iştirak edən, akkomodasiyada birbaşa iştirak edən kirpikli əzələlərin zəifləməsi ilə əlaqədardır. Və bunun nəticəsində bu şəxslərdə 3-5 ay öncədən yaxından görmə yaxşı, normal vəziyyətdə idisə, artıq yaxından diqqət tələb edən hər bir şey, məsələn, kitab oxuduğu zaman şriftlərin torlaşması və yaxud da ki, sanki su üzərində üzməsi müşahidə olunur və bu şəxslərdə belə bir fikir olur ki, mən təxminən bir 3 ay, 5 ay öncə yaxından bunu aydın görürdümsə, artıq uzaqlaşdıran zaman bunu daha rahat görürəm. Bu da ona görə uzun qol sindromu adlanır. Presbiyopiyanın bu patoloji vəziyyətini aradan götürmək üçün biz müsbət sferik linzalarla korreksiyanı həyata keçiririk.